Doğrudan qadınlar kişilərə nisbətən daha az xəstəliyə yoluxur? Gəlin elmi faktlarla bu məsələyə aydınlıq gətirək. Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmaya görə cinsi yetkinlik və menopoz arasında qadınlarda estrogen cinsi hormonu ilə əlaqəli ola biləcək ümumi hüceyrələrində artım müşahidə olunur və onların bəzi yoluxucu xəstəliklərə kişilərə nisbətən daha az həssas olmasına şərait yaradır. Yenabaz.com xəbər verir ki, bu barədə tibbi jurnalda dərc olunan cinsi xromosomların və cinsi hormonların müxtəlif yaş və cinslərdə olan sağlam insanların immun sisteminə təsiri ilə bağlı məqalədə deyilir. Tədqiqatın baş müəllifi Elizabeth Rosser deyir ki, bir çox qadın COVID kimi infeksiyalara yoluxma riski yüksək olan kişilərə nisbətən daha güclü immun sisteminə malikdir. Bu fərqlərdə cinsi xromosomlar kimi ən əsas cinsi hormonların qadınlarda estrogen və kişilərdə testosteronun rol oynadığı güman edilir, deyə alim qeyd edib. Hormonların və cinsin 31 müxtəlif növ immun hüceyrələrinin istehsalına necə təsir etdiyini öyrənmək üçün komanda 6 yaşından 84 yaşa qədər 283 nəfərin qan nümunələrini təhlil edib. Nəticələr göstərir ki, qadınlarda kişilərə nisbətən yaddaş B hüceyrələri kimi tanınan ağ qan hüceyrələrinin xüsusi növü daha yüksəkdir. İmmunitet sisteminin əsas komponenti olan yaddaş B hüceyrələri orqanizmin əvvəllər qarşılaşdığı infeksiyalarla mübarizədə çox təsirlidir. Məqalədə deyilir. Qeyd olunub ki, tədqiqatçılar bu gender fərqlərinin yalnız yetkinlik yaşına çatmış, lakin hələ menopoza girməmiş insanlarda müşahidə olunduğunu aşkar ediblər.